Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, lezzetli, pambıq kimi asanlıqla hazırlayabileceğiniz soğuçu baklavası hazırlayacağım. Bu resept möhtəşəmdir, gözəl alınmağı mütləqdir. Hazırlayın və şərhlərdə sizin şərhini gözləyirəm. Gəlin başlayaq. Bunun üçün mən böyük qabın içərisinə 4 stəkan un əlavə edirəm. Üzərindən 250 qram yağ əlavə edirəm. Yağı una bulayaraq tiyorkadan keçirdəcəm. İçərisinə bir paket vanilin əlavə edirəm. Yağı bıçaq vasitəsilə doğraya bilərsiniz. Tiyorkadan keçirdiyimiz zaman daha kiçik hissələrə ayrılır. Umaç hazırlamaq daha rahat olur. Əlim vasitəsilə umaç hazırlayıram. Üzərindən 3 yumurtanın sarısını əlavə edirəm. Ağını içərisi üçün saxlamışam. 200 qram xama götürürəm. Xamanın içərisinə 1 çay qaşığı soda əlavə edirəm. Yaxşıca qarışdırıram ki, soda xamanın içərisində ölsün. Hazırladığım umacın içərisinə əlavə edirəm. Üzərindən də qaşığın ucunda duz əlavə edirəm və xəmir yoğururam. Xəmiri çox yoğurmuruq, toparlayırıq, bəs edir. Xəmiri yoğurdum, orta yumuşaqlıqda xəmir alındı. Üzərinə streç çəkirəm və qoyuram soyuducuda dincəlməyə. Bu arada mən içliyi hazırlayıram. Burada 4 yumurtanın ağı var. İçərisinə azıcık şəkər tozu əlavə edirəm. Stəkanın yarısından aşağı şəkər tozu əlavə etdim. Norma əslində 1 stəkan yarımdır və yaxud da şəkər tozunu az sevirsinizsə 1 stəkan da əlavə edə bilərsiniz. Sadəcə olaraq mən qozun öncədən içərisinə şəkər tozu əlavə etdiyim üçün burada şəkəri az əlavə etdim. Yumurta ağını çırpırıq, içərisinə şəkər tozunu əlavə edib yenidən çırpırıq. Tam ağana kimi çırpdıqdan sonra içərisinə 400 qram qoz çəkilmiş əlavə edib qozu döyərək də xırdalayıb içərisinə əlavə edə bilərsiniz. Toplamda 4 yumurtanın ağını istifadə etdim. Sarısının 3'ünü xəmir üçün istifadə etdim. Birini isə üzəri üçün saxladım. Artıq yarım saatdir ki, soyuducuda dinlənən xamırı çıxarıram. 3 hissəyə ayırıram. 2 böyük və 1 kiçik hissəyə ayırıram. Orta xəmir, yəni orta yuxanın xəmiri kiçik olmalıdır ki, ortası yaxşı pişsin. Gördüyünüz kimi kündələyirəm. Kənara qoyub üzərinə streç çəkirəm. Və başlayıram xəmiri açmağa. List boyu xəmiri açmaq üçün yağlı kağızdan istifadə edə bilərsiniz. Bu çox rahat olur. Mən ilk öncə dəzgahın üzərinə xəmiri açdım. Daha sonra kağızın üzərinə əlavə etdim. Soba listi boyu kağızın üzərinə əlavə edib qalanı da orada açdım. Belə etdiyimiz zaman çox rahatlıqla soba listi boyu açmaq olur. Baxın, videoda da göstərmişəm. Kağızın üzərinə əlavə etdikdən sonra yenidən uxlov vasitəsilə xəmiri biraz da açıram və soba listi boyu edirəm. Qoyuram sobanın listinin içərisinə və üzərindən hazırladığım içliyi əlavə edirəm. Qaşıq vasitəsilə və yaxud da spatula vasitəsilə yaxşıca yayıram. Üzərindən ikinci açdığım yuxanı da əlavə edib qalan içliyi də üzərinə əlavə edirəm. Yenidən yayıram və sonda sonuncu yuxanı hamar formada yayıb, üzlük olduğu üçün hamar formada yayırıq və üzərinə əlavə edirik. Böyük gələn hissələri kəsdim mən. Keçirəm paxlava kimi kəsməyə. Siz kvadrat formada da kəsə bilərsiniz. Mən bıçağımı ölçü vasitəsi kimi də istifadə edirəm. Bu bıçağın eni paxlava eni qədərdir. Ona görə belə istifadə edərək kəsdim. İstəyə görə xətkeşdən də istifadə etsəniz daha gözəl alınar. Burada qeyd edim ki, tam kəsmirik. Tam kəsdiyimiz zaman kənarlardan içliyi çıxır. Bu da gözəl görüntü alınmır. Buna görə də sadəcə xət çəkirik. Baxın, tam kəsmirəm. Sadəcə xət çəkirəm ki, bişdikdən sonra kəsdiyimiz, yəni kəsəcəyimiz yerləri bilək.
Üzəri üçün də bir yumurtanın sarısını saxlamışdım. Bir xörək qaşığı süd əlavə edirəm. Yaxşıca qarışdırıram və çəkirəm üzərinə. 180 dərəcədə, 170 dərəcədə öncədən qızdırdığım sobada üzəri qızarana kimi bişirirəm. Çalışmaq lazımdır ki, sobanın içərisində alt hissəyə qoyaq, üzəri tez qızarmasın, altda yaxşı bişsin. Zövqə görə, isteyə görə üzərinə ləpə, qoz və yaxud da fındıq, badam nə istəsəniz düzə bilərsiniz. Bu dəfə mən sadə formada hazırladım. Keçirəm üzəri üçün, parıltısı üçün və dadı üçün bal və yağı su hamamında əritməyə 3-4 xörək qaşığı bal götürürəm, 1 xörək qaşığı yağ götürürəm, su hamamında yaxşıca əridirəm. Sobadan çıxardığım, yəni bişdikdən sonra sobadan çıxartdığım paxlavanın üzərinə gördüyümüz formada çəkirəm. Həm bu zaman dadı gözəl olur, həm də görünüşü parıltılı olur. Artıq Soçi paxlavamız hazırdır. Çox dadlı, ləzzətli, asanlıqla tez bir zamanda hazırlaya biləcəyiniz möhtəşəm bir resep paylaşdım. Yaxşı alınmamağı mümkün deyil. Hazırlayın, əminəm ki, çox bəyənəcəksiniz. Bəyənsəniz mütləq şərhlərdə qeyd etməyi unutmayın. Əgər bəyəndinizsə like atın, abunə olun, mənə dəstək olun. Hələlik deyirəm, inşallah gələn videolarda, gələn vloglarda görüşərik.